Salam hörmətli Azpost istifadəçiləri. Bugün sizi xərc bölməsinin necə işlədiyi ilə tanış edəcəm. İlk növbədə xərcə daxil oluruq. Daxil olduqdan sonra burada ödəniş təhsilat, xərc, kassaya pul qoy və əməliyyatlar bölməsi açılır. İlk növbədə ödəniş təhsilata baxaq. Hər hansı bir müştərinin bizə və ya bizim hər hansı bir kontragentə borcumuz ola bilər. Bu zaman həmin ödənişin olduğu tarixi, etdiyimiz məbləği, kontragenti, ödənişin növünü və hansı növ olduğunu seçərək həmin ödənişi edə bilirik. Məsələn, mən burada kontragent olaraq Fidanı seçdim. Fidanın bizə 855 manat 75 qəpik borcu var və bunun 500 manatını bizə ödəmək istəyir. Bunun üçün həmin məbləği daxil edirik, tarixi seçirik, kontragenti daxil etdik, ödəniş növünün nağd və ya kartla olacağını seçirik. Seçdikdən sonra bunun bizə gəlir və ya xərc olduğunu seçirik. Müştəri bizə pul ödəyəcəyi üçün bu gəlir kimi yazılır. İstəsək buradan açıqlamanı da əlavə edə bilirik. Saxla düyməsinə klik edək. Beləliklə, Fidanın yeni borclu olduğu balans 355 manat 75 qəpiyə düşür. İkinci bölmə isə xərc bölməsidir. Ümumiyyətlə, mağazanın və ya işlətdiyimiz obyektin müxtəlif borcları ola bilər. Məsələn, kommunal ödənişlər də bunlardan biridir. Bu zaman biz tarixi qeyd edirik. Kommunal ödəniş üçün ödəyəcəyimiz pulu daxil edirik. Məsələn, 100 manat. Buradan xərc növünü seçə bilərik. İstəsək, buradan xüsusi xərc növlərini də əlavə etmək mümkündür. Sonra ödənişin növünü seçirik. Açıqlama isə kommunal yazıram. Buranı boş qoymaq da mümkündür. Sonra saxla düyməsinə klik etdikdə əməliyyatı tamamlayırıq. Xərc bölməsində kassaya pul qoyma əməliyyatı. Pul qoyma əməliyyatında yenidən tarixi seçirik. Verilən məbləği yazırıq, məsələn 500 manat. Pulu verən şəxsi qeyd edirik, məsələn müdir. Pulu alan şəxsi qeyd edirik, məsələn kassir və istəsək açıqlamada yaza bilərik. Saxla düyməsinə klik etdikdə əməliyyat tamamlanır. Xərc bölməsində əməliyyatlar vasitəsilə biz etdiyimiz bütün xərcləri əməliyyatlar bölməsindən görə bilirik. Burada hamısını seçə bilərik, tarix aralığını qeyd edə bilərik. Gördüyümüz kimi bugün etdiyimiz bütün xərclər burada əks olunur. Və ya tarix aralığını qeyd etməklə başqa günlərdə çəkilən xərclərə də baxmaq mümkündür.